Məcəlləsinin 120.2 nöqtəsi. Fikrim olsa da, mən o burada digər iş materialları ilə tam sübut edilir. ...2022-ci il iyunun 1-də Baş Prokurorluq və Daxili İşlər Nazirliyi ağır cinayətin üstünün açılması haqda məlumat yayıb. Məlumata əsasən 2020-ci il martın 17-sində Lökbatan-Xocasən yolunda Elvin Əliyev və Ümidvar İbişov avtomobildə tanışları Rəşad Məmmədovu kəmərlə boğub öldürəndən sonra İsmayıllı rayonuna yollanıblar. Səhər saat 4 radələrində Məşə masivində meyidi yandıraraq hadisə yerindən uzaqlaşıblar. Bundan 11 gün sonra naməlum insan skeletinin aşkar edilməsi faktına görə İsmayıllı rayon prokurorluğunda cinayət işi başlanılıb. 2020-ci il martın 28-də baxış keçirilməsi protokolundan görünüb ki, hadisə yeri İsmayıllı-Bakı magistral yolundan təxminən 18 kilometr aralı məsafədə yerləşən ərazidir. Tubu kəndinə gedən yolun sol tərəfində arxası üstə uzanmış vəziyyətdə naməlum insan skeleti 20 metr aralıda yanmış paltarların kül qalıqları aşkar edilir. Cəsədin hər iki qolu yana açılmaqla sağ biləyi və əli, həmçinin daxili orqanları və aşağı ətrafı tamamilə yoxdur. Baxışda iştirak edən Vəli Abdullayev bildirib ki, saat 15 radələrində özünə məxsus Niva markalı avtomaşınla hərəkətdə olarkən yolun sol tərəfində cəsəd görüb və bununla bağlı Qoşakənd icra nümayəndəliyinə məlumat verib. İsmayıllı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci qəsdən adam öldürmə maddəsi ilə cinayət işi başlanılıb. Məhkəmə tibbi kriminalistik tədqiqatlarına əsasən skelet sümükləri kişi cinsinə mənsubdur. Təxminən 30-45 yaşlarında, boyu 163-167 cm hüdudları daxilində ola bilər. Məhkəmə tibbi ekspertizasının rəyinə görə çürümə dəyişikliyini nəzərə alaraq güman etmək olar ki, ölüm müayinədən 10-14 gün əvvəl baş verib. Dəri və əzələ toxumalarının döş və qarın boşluğundakı daxili üzvlərinin, sümüklərdən bəzilərinin olmamasının səbəbi meyidin yüksək hərarətə məruz qalması və ya vəhşi heyvanlar tərəfindən dartılıb dişlənilməsi və bədənindən tam ayrılması ola bilər. Ölümün səbəbi haqqında hər hansı fikir söyləmək mümkün deyil. Aprelin 30-da ekskumasiya haqqında qərar qəbul edilib. Buna görə İsmayıllı şəhərində yerləşən qəbristanlıqda naməlum şəxsin qəbri qazılaraq ağ parçaya bükülmüş skelet çıxarılıb. Kəlləsi boyun nahiyəsindən mişarla kəsilərək götürülüb və ekspertizaya göndərilməsi üçün qablaşdırılıb. Faktla bağlı cinayət işi başlanılıb istintaq aparılsa da, meyidin şəxsiyyətinin, habelə cinayəti törətmiş şəxsin və ya şəxslərin müəyyən edilməsi mümkün olmayıb. 2 ildən sonra Baş Prokurorluq məlumat yayıb ki, 2020-ci il martın 28-də İsmayıllı rayonu ərazisində naməlum insan skeletinin aşkar edilməsi faktı üzrə rayon prokurorluğunda icraatı dayandırılmış cinayət işi Baş Prokurorluqda öyrənilərək istintaqın davam etdirilməsi Kriminalistika və İnformasiya Texnologiyaları İdarəsinə tapşırılıb. Aparılmış istintaq hərəkətləri və əməliyyat axtarış tədbirləri nəticəsində meyidin 1978-ci il təvəllüdlü Rəşad Məmmədova məxsus olması müəyyən edilib. 2022-ci il mayın 31-də Elvin Əliyev, iyunun 1-də isə Ümidvar İbişov tutulublar. Elvin Əliyev 1989-cu ildə Xocalı rayonunun Kosalar kəndində anadan olub. Ümidvar İbişov 1992-ci ildə Sabirabad rayonunda anadan olub.
İstintaqla müəyyən edilib ki, Elvin Əliyev 5 məhdud məsuliyyətli cəmiyyətə faktiki rəhbərlik etsə də, 2018-ci ilin may ayından vergi ödəyicisi kimi Dövlət Vergi Xidmətinin Bakı Lokal Gəlirlər Baş İdarəsində tanışı Rəşad Məmmədov qeydiyyata alınıb. Maliyyə əməliyyatları nəticəsində yaranmış külli miqdarda vergi borcunun dövlət büdcəsinə ödənilməsindən yayınması faktı ilə əlaqədar vergi cinayətlərinin ibtidai araşdırılması Baş İdarəsində başlanılan cinayət işi üzrə 2019-cu ilin iyun və 2020-ci ilin yanvar aylarında Rəşad Məmmədov ümumilikdə 7 dəfə şahid və şübhəli şəxs qismində dindirilib. Martın 16-sı saat 19 radələrində Lökbatan qəsəbəsində Meyvəli Ticarət Mərkəzinin qarşısında tanışı Ümidvar İbişovla görüşərkən sonuncu ona Rəşad Məmmədovun növbəti gün istintaq orqanında onun və qardaşı Səxavət Əliyevin əleyhinə ifadə verəcəyini, onların külli miqdarda vergiləri dövlət büdcəsinə ödəməkdən yayındıqlarını bildirəcəyini deyib. Bundan qəzəblənən Elvin Əliyev nəzərdə tutduğu cinayətin qaçılmaz olduğunu Ümidvar İbişova bildirərək işin icrası üçün ona 10.000 manat pul verəcəyini söyləyib. Saat 23 radələrində zəng edib Rəşad Məmmədovu Yasamal rayonunun Şərifzadə küçəsində yerləşən restoranın qarşısına çağırıblar. Martın 17-sinə keçən gecə sonuncu həmin yerə gələrək onun idarə etdiyi avtomobilin ön oturacağında əyləşib. Lökbatan Xocasən yolu ilə hərəkətdə olarkən maşını sola döndərib 110 metr içəriyə doğru gedərək bataqlıq əraziyə çatıblar. Arxa oturacaqda əyləşən Ümidvar İbişov əlindəki kəməri Rəşad Məmmədovun boğazına keçirib özünə tərəf sıxaraq onu boğmağa başlayıb. Elvin Əliyev əlləri ilə kəməri tutub bir neçə dəqiqə saxlamaqla qrup halında Rəşad Məmmədovun müqavimətini qırıblar. Onun öldüyünü görəndən sonra İsmayıllı rayonuna yollanıblar. Saat 4 radələrində Tubu kəndinə az qalmış yolun solunda məşəli sahədə meydə od vuraraq onu yandırıblar. Bundan başqa Elvin Əliyev vətəndaş Eldəniz Quliyevə qarşı xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq edib. Belə ki, Şuşa şəhərində Cıdır düzündə çadır şəhərciyinin salınması işinin görülməsi müqabilində xidmət haqqı olaraq 2021-ci il noyabrın 26-sında Quliyev onun bank hesab nömrəsinə 31.223 manat pul köçürüb. Elvin Əliyev həmin məbləği hesabdan nağdlaşdıraraq şəxsi ehtiyaclarına sərf edib. İş üzrə dindirilmiş Elvin Əliyev bildirib ki, Şəki şəhərində yerləşən 3 saylı orta məktəbdə oxuyub, hərbi xidmətə yararsız hesab olunub. 2016-cı ildən Bakı şəhərinin Yasamal rayonunda kirayədə yaşayıb. 2016-cı ilin axırlarında Bəşir Sadıqovla tanış olub. Bəşir ona pul nağdlaşdırılması işi təklif etdikdə o razı olmayaraq tanışına adına şirkət yaratmaq üçün adam tapacağını deyib. 2017-2019-cu illərdə Rəşad, Ümidvar, Ayaz və Rövşənin adlarına 5 firma yaradılıb. Ümidvarla 2017-ci ildə Xaliq adlı şəxsin vasitəsilə tanış olub. 2019-cu ildən Rəşad narkotik vasitələr istifadə etməyə başlayıb. 2 dəfə xərc çəkərək tanışını narkoloji mərkəzdə müalicə etdirsə də xeyri olmayıb. Bəşir Sadıqov avtomobil qəzasında dünyasını dəyişəndən sonra vergi xidməti Rəşadı borca görə narahat etməyə başlayıb. 2020-ci ilin mart ayında Ümidvar Rəşadın narazılıq etdiyini və polisə şikayət etmək istədiyini söyləyəndə o tanışına bunu öldürən olsaydı canım qurtarardı deyib. Ümidvar ondan Rəşadı öldürmək müqabilində 10.000 manat pul istədikdə ona 15.000 verəcəyini bildirib. Ümidvar deyib ki, Rəşadla birlikdə inyeksiya yolu ilə narkotik vasitə qəbul edən zaman narkotikin dozasını artıracaq və bu onun ölümünə səbəb olacaq. Amma bir müddətdən sonra Ümidvar zəng edərək Rəşadı öldürə bilmədiyini deyib. İcraatında Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 120.1-ci maddəsi ilə istintaqı aparılan
200-456-004 nömrəli cinayət işi üzrə Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin inzibati binasında şübhəli şəxs Əliyev Elvin Mövbət oğlunu ifadəsinin yerində yoxlanılması istintaq hərəkətinə başlayırıq. İfadəmizdə bizə göstərdiyiniz xüsusatları, yəni Rəşad Məmmədovu harada öldürdüyünüzü, ondan sonra onun meydini İsmail rayonunda harada yandırdığınızı bizə göstərə bilərsiniz? Bəli. Özünüzü təqdim edirsiniz. İbişov Ümidvar Zəfərov. Təvəllüdünüz neçədir? 1992-ci il dekabrın 8-i. Ailə vəziyyətiniz nədir? Subay. Təhsiliniz? Orta. Siz hal-hazırda hansı maddə üzrə nədə şübhələndirdiyinizi bilirsinizmi? Bəli. Hansı? Rəşad Məmmədovun ölümü ilə bağlı. Martın 16-sında görüşüb söhbət edərkən Ümidvar Rəşadı kəmərlə boğub öldürə biləcəyini söyləyib. Özünə məxsus mobil nömrədən Rəşada zəng edib, onu narkoloji mərkəzə aparacağını, hazırlaşıb Yasamal rayonunda yerləşən restoranın yanına gəlməsini bildirib. Təxminən 40 dəqiqədən sonra Rəşad taksi ilə yanlarına gəlib. Pulu olmadığına görə Ümidvara 10 manat verib ki, sürücünü yola salsın. Həmin vaxt istifadəsində Hyundai markalı avtomobil olub. Maşını icarəyə götürüb. Xocəsən yolunda Ümidvar şalvarının belindən çıxardığı kəmərlə Rəşadı boğmağa çalışıb. Lakin kəmər ağzına keçdiyindən o dərhal sağ əli ilə onu aşağı dartıb Rəşadın boğazına salıb. Maşını sağa çəkib bir qədər sürdükdən sonra qamışlıq olan gölün yanında saxlayıb. İbişov Ümidvar, biz bura nəyə gəlmişik? Bu ərazi haradır? Bununla bağlı nə deyə bilərsiniz? Bu ərazi biz cinayət törətdiyimiz yerdir. Hansı cinayət törətdiniz? Rəşad Məmmədovun ölümü ilə bağlı. Bu əraziyə kimdən bir yerdə gəldiniz? Nə vaxt gəlmisiniz? Nə vaxt olub bu Bu hadisə? əraziyə maşınla gəldik də. Elvin kimdir? Elvin də mənim yaxın dostum. Elvinlə bir yerdə gəldiniz. Gəlməkdə bura məqsədiniz nə idi? Rəşadı öldürmək. Rəşad həmin vaxt qarşıda əyləşmişdi. Bəli, bəli. Elvinlə Rəşad siz üçün aranızda hansı söhbətlər oldu? Mən söhbət eləyə gəldik də, Rəşada deyir ki, niyə belə yəni hərəkətlər eləyirsən də? Hansı hərəkətləri? Yəni səhv hərəkətlər də. Yəni niyə belə qəhbəlik eləyirsən deyir. Yəni Qəhbəli, yəni nəyi nəzərdə tuturdu? yəni uşaqları yandırırdı, eləyirdi də, yəni tuttururdu uşaqları. Tutturmaq üçün. Şərəfsizlik eləyirdi. O da deyir ki, mən nə etmişəm zət belə? Bəli. Deyir ki, eləmişsən də özün yaxşı bilirsən. Deyir ki, Elvin, mən bura nəyə gətirmişsiniz? Kim? Rəşad. Rəşad dedi, hə. Aha. Elvin dedi ki, sənə göndərirəm Ağ evə. Ağ evə. Hə. O nəyi nəzərdə tuturdu Ağ ev deyərsək? Yəni gələ-gələ söhbət edirik də bunları. Hesab elə ki, bu Rəşaddır. Hansı formada atdı kəməri? Kəmər hardaydı? Kəməri zəhmət olmasa söyləyin. Kəmər birinci ağzındaydı. Kəməri Elə tutur. hə. Hələ yoldasınız. Hələ yolda. Aha. Mən sıra sağa gördüm yol dönür sağa. Dilimin əlimdə idi. Yəni belə Vaxt çıxartmışdım. bu Yasamalda ki. Yolda maşında olarkən artıq... Hə, maşında olarkən deməyə çıxarıb atmışdı maşını. Desən ümid var dedi. Orası yadımda deyil ağzına keçibdi kəmər. Dedim dartdım, düşdü boğazına. Aha. Dartmış. Bəlkə. Dartdım, düşdü boğazına. Tam indi 10 metr zat düşmüşdü yola. Belə o bir əli qalxmırdı heç. Bu əli qalxmırdı. Qalxmırdı ona. Aha. Bu əli biraz qalxmadı. Bu əlindən də tutdum. Aha. Tutdum və getdim burada saxladım. Aha. Elə Tuta gəlib burada saxladı. Burada saxladım. Biraz da ümid var saxladı orada. Nə qədər saxladı? Bax oradan bura gəldi, sonra saxlayandan sonra nə qədər çək? 1 dəqiqə, 2 dəqiqə belə indi o tam dəqiqliklə deyənmərəm. Amma çox elə bir dayanmadı. Sıraz Sən məsafələri, ölçüləri bəzən azaldırsan. Məsələn 20 metr deyirsən, 100 metrdən çoxdur. Məsələn 1-2 dəqiqə deyirsən, o hesabla 10 dəqiqə tutub. Biraz hərcan zad indi o hərcan zad var deyə. O momentdə indi o mən dəqiqliklə deyənmərəm də. Ola bilər çox tutubsuz 2 dəqiqədən. Yox, 2 dəqiqə olardı. Burada saxlayan moment 2 dəqiqə olardı. Hə, gəlib saxlayandan sonra da 1-2 dəqiqə tutdunuz. Hə, 1-2 dəqiqə tutdu və salam. Elvin sizə hər hansı bir işarə etdimi? Bəli, əlinin qulağına belə apardı ki, yəni
Mən onda işimi bilirdim də atası adını bilməyəni boğazım. Qabaqcadan razılaşmısınız. Demək görmürəm, qabağı görmürdüm. Deməli mən bunun ağzına keçirmiş də. Aha. Hə Elvin oradan şeylədi ki, gözdə düzəldi. Ondan sonra mən beləsi boğdum onu. Elvin hansı hərəkətlər elədi? Əli ilə saldı yeməyin aşağı boğazına. Boğazına Üstündə yəni ağzına keçmişdi. Hansı formada eləmsiz göstərin? Elə bax belə. Buradan da çıxırdınız. Hə, buradan belə tutmuşam. Həmin vaxt onun müqavimət göstərirdim, əl qol Müqavimət atırdım. çox müqavimət göstərənmədi. Yəni elə əlini saxladı. Elvin əlini Hə, saxladı. əlini saxladı, yəni. Təxminən bu proses neçə dəqiqə davam elədi? Çox davam eləmədi. Bir 3 dəqiqə zat belə davam elədi. Hə. Çabalayırdımı? Nəsə bir səs çıxardırdımı? Elə də yox da səsini çıxardanmır da da tutmuşdum. Nə bildin ki, nəbzi yoxdur? Belə əlimdə idi də belə. Aha. Əlimdədir, heç elə də güc zadı eləyib eləmirdi. Aha. Nəbz zadı yoxdur, düşdüm, biraz bir dənə də siqaret çəkdim, deyəsəm, ona kim yadımdadır, biraz pis oldu, nəbzin ağardı. Nəbzini yoxlayıb onun öldüyünü görüblər. Sonra avtomobildən düşüb kəməri üzü qamışlığa doğru tullayıb. Sonra nə elədi? Sonra heç nə deməyəni çıxartdım. Elvin maşından düşdü yerə. Aha, birinci Elvin düşdü başına. Hə, Elvin maşından düşdü yerə. Şokda idi, əlini tutmuşdu başına belə. Mən də oturmuşdum belə. Ki çağırdım ki, Elvin deməyini at da. Maşın sizə reməni Elvinə Hə, verdi. dedim ki, deməyini tulla. Elvin nə elədi? Deməyini aldı, tulladı. Ümid var maşının içindədir. Düşmür maşından. Düşmür, hə. Düşdü ümumiyyətlə ümid var mı? Yox, düşmədi maşın. Düşmədi. Aha, təxmini istiqamət. Valla ya bu istiqamətdə ola bilər, bu istiqamət, amma mən elə bilirəm ki, qamışlığa sarı götürüb baxmışam. Necə belə yavaş atdın yoxsa Yox, belə? bərk atdım. Nə gücüm çatır ondan baxdı. Mən özüm çəkdim siləni, keçdim belə. Siləni Elvin hardaydı həmin? Elvin də remeni tullayıb gəlirdi. Hə, remeni tulladı gəldi, siləni açdı belə. Onu sürüyərək bura Hardan keçdi. açdın? Həmin vaxt. Böyürdən də, yəni arxadan. Sağdan. Hə, buradan belə açdım, çəkdim siləni bəri. Buradan keçdi arxaya, maşından Siz düşmədən. düşdünüz maşından? Yox, düşmədi. Mən maşından yerə Siz hələ düşmədim. maşında eləşdiniz. Mən elə maşından yerə düşməmişəm, o maşında olmuşam. Siz denə maneçə eləmədiniz? Yox, indi bitər keçdik də, yəni daha indi iş görmüşük. Aha, Elvinlə bir köməkli keçirdiniz arxadan. Hə. Meydi nə elədiniz? Qabaqda oturdurub. Meydi yox. Meydi nədir? Ümid var hələ buradakı bax orası yadımdan Bir şeydir. çıxdı. Rəşad təhlükəsizlik kəməri taxmışdı həmin vaxt. Xeyr, deyəsən. Sən taxmışdın təhlükəsizlik Xeyr. kəməri. Belə açdım siləni. Bu yıxıldı, dərdi, açdı Siz da. necə eləmisiniz onu göstərin. Hə, bu buradan köməkli tutaraq belə sürüyür. Elvin arasına mı? Elvin də ayaq tərəfindən kömək edirdi. Yendirdi sonra. Yendirdi, dartdı, saldı. Gəl yendir görüm. Əlin çatır orada. Keçirmə. Baxım görüm əlin çatır orada. Buradan belə əlim çatır. Burdadır, burada. Belə indi qolum bağlıdır axı, ona görə deyirəm ki. Sən bu qolum onda boşlayacaq. iki qolum Gəl əlimi var. at görüm çatırmı əli? O birisi əli var. Çatır əlim. Belə keçirdik, bunu yendirdik. Ümidvar dartdı, saldı ora. Yendirdiniz. Ümidvar dartdı, saldı. Ümidvar belə dartdı saldı arxaya. O başı bu tərəfə, dartdıq, saldı ora. Sonra sizi denəyəni qaldırdı. Qaldırdı, uzanlı qoydu. Necə əmin oldunuz ki, artıq ölür? Bu dəbərmir da vəsə Aras keçirmişdi. nəbzini yoxladınız. Hə, yəni baxdım ki, boğazına zadına yəni Nəfəs hərəkəti nəfəs gəlmirdi. Bəli. Bəli, yerləşdirdiniz. Hə, sizə niyə qaldırdım belə buradan? Ha, necə eləmisiniz eləmisiniz? Hə, bu dəqiqə. Siz avtomobildən düşmüsünüz? Yox, avtomobildən yerə düşməmişəm mən. Elə burada oturaraq narkotik qəbul elədim təzədən. Nə narkotik? Kokosla şüşə. Üstünüzdə var idi maşında. Bəli, özümə lazım olan qədər yəni tapmışdım yəni. Həmin vaxt Elvin hardaydı? Elvin də maşındaydı. Bundan sonra sizin söhbətiniz nədən ibarət oldu? Nə hərəkət elədi? Neçə dəqiqə maşın burada qaldı? Söhbət eləyənmədi. Yəni fikrimiz onun da fikri yəni şeydir, mənim də. Ümidvar meyidin ayağına daş bağlayıb onu yaşadığı Sabirabad rayonunda körpüdən Kür çayına atmağı təklif edib. Amma o razılaşmayaraq cəsədi Şəki rayonuna aparıb orada bastırmaq istəyib. Dedim ki, tabu buradan çıxaq tez baba. Bununla ağaraq eləyək. Ümidvar dedi ki, ta çıxmışıq, yox buranın gedirik. Dedi aparaq Sabirabada. Möhkəm danış biraz. Dedi ki, aparaq Sabirabada.
Hə, oradan körpüdən ataq, ayağına daş bağlayaq ataq. Dedim yox, aparaq Şəki tərəfə. Aha. Şəki tərəfə yolda tiskinli idi. Elə buralar da tiskinli idi. Yağış yağırdı. Yağış yağırdı, bəli. Aha. Duman tiskin var idi. Sürdük getdik. Sürdüz getdiniz. Getdik. Hara gedəcəyiniz barədə nə? Birinci mən dedim ki, gedək Sabirabada. Aparaq Sabirabada. Sabirabada niyə? Mən oraları yaxşı tanıyırdım ona görə. Dedim Sabirabada gedək, yəni orada kürə atarıq da, bir dənə daş bağlayıb başına atarıq kürə. O dedi ki, yox, gedək Şəkiyə. Siz əvvəllər həmin bu göstərdiyiniz ərazidə Xocəsəndə olmusunuzmu? Yox, mən heç buradan keçməmişəm də. Bəs o İsmaildə Tubu kəndi deyilən ərazidə Xeyr, ilk dəfə olmamış. gedirdin Birinci sən? dəfə idi. Burada əvvəllər olmuşdun sən? Xeyr, xeyr. İlk dəfə idi bura gəlirdin. Bəli. Tanıyıb eləyirsən buraları. Burada başqa bir maşın, adamzad olub o vaxtda. Bilmirəm, yalan deyəm. Heç kim bizi olan moment heç kimi görməmişəm. Hadisədən sonra gəlibsən heç bura? Xeyr. Nə işarəsi verməli idi? Əli ilə beləncə eləməli idi. Əlini Belə işarə eləməli idi. İşarə eləməli, doğru. Mən də limeni atmalı idim. həmin vaxt həmin işarə Bəli, elədi. əli ilə işarə elədim, mən də limeni attım. Hər iki əlindən mi tutmuşdu, yoxsa sağ əlindən? Siz öz necə xatırlayırsınız onu? Mən yəni iki əli ilə xatırlayıram. Yəni. Hər iki əlini tutmuşdu. Bəli, belə tutmuşdu yəni. Belə xatırlayıram. Elvin Əliyev deyir ki ifadəsində, siz avtomobildən düşüb qabağa keçibsiz, çöldən minibsiz maşına qabağa. Yox, ola bilsin onun fikrindən çıxıb. Mən maşından yerə düşməmişəm. Elə iki sidenyanın arasından keçibsiz. Buradan keçdik, yəni o köməyə buradan keçdik. Mən maşından yerə düşmədim 100%. Çantası hardaydı Rəşadın? Qabaq sidinliyə. Ayaq altında. Rəşadın ümidini çölə çıxıb maşından çölə Yox, çölə çıxartmamışsan. çıxartmamışam. Çölə çıxmayıb. İsmayıllı rayonu ərazisində olanda Şəkiyə çatanadək havanın işıqlanacağını düşünüb. Qoşakənd kəndi ilə Tubu kəndi arasında dağın yamacında olan Məşə ərazisində avtomobili saxlayıb. Meydi ümidvarla birlikdə avtomobildən düşürüb, təxminən 5-6 metr aralıda yerə uzatıb, çantasındakı paltarları, həmçinin ağac budaqlarını üstünə atıblar. Üzərinə spirt töküb, alışqanla cəsədi alovlandırıb. Yağışlar yağırdı, qar yağır. Oradan elə döndü şeyə tərəf. İsmail rayonunun o Tubi kəndi. Mən o dönəndə gördüm ki, Tubi kəndi yazılıb. Elvin hardan bilirdi həmin əraziləri? Dedi ki, mən bir tanıyıram oraları, uşaqlığım orada keçib. Ora aparmaqda məqsədiniz nə idi Rəşadı? Məqsədimiz Şəki aparıb bastırmaq idi. Yəni ondan sonra yolda fikrimiz də bu döndü, gedə bilmədi. Döndü, duman idi yol. Döndü da fikrimiz dəyişdi elə burada düşürüb yandırmaq. İsmailin ərazisində yandırıb meydi? Bəli. Bir aborot verib yerə çıxdım. Aha. Getdin, çıxdın əsas yola. Əsas yola Hara getdin? Sağa sola, sağ tərəfə, sağ tərəfə, üzü tərəfə, Xocəsən klubu tərəfə. üzü Xocasən. Xocasən. Nə qədər vaxtda getdiniz, çatdınız İsmailiyə? Gec getdik. Çox gec getdik. Neçə Dumanda saat tiskinli idi. Ta saata baxmırdım. Amma biləm ki, ta dedik ki, çatdırmayacaq Şəkiyə, səhər açın. Siz həmin qeyd elədiyiniz İsmail rayon Tubu kəndi ərazisini göstərə bilərsinizmi? Bəli, göstərərəm. Yerləşdiyimiz ərazi İsmailli rayonu ərazisində deməli əsas yoldan Qoşa kənd istiqamətinə döndükdən sonra Qoşa kəndi keçdikdən sonra Qoşa kəndlə Tubi kəndinin arasında olan daşlı üzü yamaca doğru olan yoldur. Elvin nə deyə bilərsən bu ərazi barədə? Bu ərazi barədə bu ərazini tanıyıram. Aha. Buralarda olmuşam. Burada nə edibsən? Ov eləyibsən? Hə, ova da gəlmişəm burada. Ova gəlibsən? Bəli. Aha. Uşaqlığım bu kənddə keçir. Tubidə? Hə, Tubi kənd. Kimlərin yaşayırdı orada? Babam nənəm olurdu. Onların yanına gəlib gedirdim. Aha. Gəldin, harda saxladın maşını? Maşını burada saxladım. Yolda. Burada yolda saxladım. Aha. Buradan aynı maşını Artıq saat neçə olardı? Gücə saat oldu, saat 4-5 belə. 4-5. 4-3 belə. Götürdü, elə maşından götürür. Aha. Elə ağaçlığa sarı dartır. Kim hansı nahiyəsindən tutdu Rəşad Mən Məmmədov? bu baş nahiyəsindən, çiyin nahiyəsindən tutmuşdum, evimdə yaxdı. Elvin də ayağından tutmuşdu. Maşından düşürdükdən sonra hara apardı? Hansı istiqamət? Belə ağaclarla. Ümidvar da əllərindən tutdu. Götürdük, getdik. Aha. Buralarda bir yerə qoyduq.
Bura sırf burayı seçməkdə məqsədiniz nə idi? Sırf sadəcə maşın da batmışdı. Hava da az qalırdı. Yox, onu demirəm. işıqlaşma. Bax, hər tərəf ağaclıq, yəni kənardan da görünmür buralar. Yox, onda heç ağaçlı kənardan görsənməmək söhbət deyildi. Onda heç yarpaq yox idi, bir şey yox idi. Hə. Qoydunuz bura. Hə, qoyduq Sonra? bura. Nə paltarlarını gətirdik. Kim tökdük. gətirdi paltarları? O yadımda deyil. Sonra quru ağaclardan götürüb tökdük. Meydi bu istiqamətdə gətirdiniz, bura həmin bu əraziyə qoydunuz. Bəli, dəqiq yadımda deyil, yəni necə uzatdıq, amma belə uzatdıq. Onun sumkada paltarları vardı, maşın dedi. Maşınla Onları səpdik üstünə paltarları. üstünə qoydu. Sonra nə Sonra elədiniz? çırpılardan, odunlardan yığdıq. Elvin spirt gətirdik. Quru ağaclardan tökdünüz üstünə. Hə, çırıq Bax, burada çırıqlardan belə. hadisə yerində hal-hazırda baxanda görünür ki, bu yanmış his var. Hələ də ağacın üstündə yanıbdı bu ağac. Bu ola bilər, bu ağaclar onların qalıqlarıdır, bax. O yalan deyirəm, amma bu burada Qaralmış, yanmış ağaclardır, hiss olunur ki, his var üzərində. ola bilər. Mənim sanışım bir hissəsi yanıb qalıb. Ola bilər. Ola bilər? Hə, ola bilər. Aha, qoydunuz, üstünə Hə, qoyduq, paltarları üstünə tökdünüz. paltarını tökdük. Çantasını nə elədiniz? Elə çantasının içində paltar var idi, onu gətirib tökdük. Sonra Sonra heç nə, spirti getdik, alışdırıb yandırdıq. Biraz ağac spirti kim gətirdi? O da yadımda deyil. Ya mən getmişəm, ya Ümid var, ikimizdən biri. Kimi alışdırdı? Kim neyədir? Alışdırdı. Alışdırdı, kim yandırdı? Elvin yandırdı. Yandırdı. Nə qədər davam elədi bunun yanma prosesi? Çox dayanmadı, yəni bir Təxmin nə qədər olar? təxminən 3-4 dəqiqə, 5 dəqiqə belə alışdı, belə getdik. Tam yanmağını gördünüz. Yox, tam yanmağını görmədik, yəni belə alışdı, biz getdik. Həmin vaxt saat neçə radələr olardı? Səhərə yaxın etdi, Hava qaranlıq idi, açıq idi. qaranlıq idi belə. 2-3 dəqiqə gözlədiniz, Bəli, alışdı, bəli. üzə çıxdınız, getdiniz. Bəli. Hansı yolla qayıtdınız? Belə gəldiyimiz yolla. Gəldiyiniz yolla da geri qayıtdınız. Siz burada başqa hansı bir hərəkətlər elədiniz, ya narkotik istifadə eləmək və ya başqa bir şey? Bəli, mən Buradan narkotik istifadə elədim, bəli. İsmayıllı ərazisində çox yorğun olduğundan avtomobili yolun kənarında saxlayıb yatıb. Saat 11-də oyanaraq yollarını davam ediblər. Bakıya çatanda şəhərin girişində ümidvarı düşürüb. Rəşad Məmmədovu öldürdükləri zaman onun üzərində pul və ya qiymətli əşyalar olmayıb. Zərər çəkmiş şəxsin hüquqi varisi Aidə Fərəcova ifadəsində göstərib ki, qardaşı Rəşad Elvin adlı şəxslə birlikdə pul əməliyyatlarını həyata keçirdiyini danışıb. Axırıncı dəfə qardaşını martın 15-i və ya 16-sı görəndə əlində içərisində şəxsi əşyaları olan çanta olub. Rəşad ona narkoloji mərkəzdə müalicə olunacağını deyib və sağollaşaraq evdən çıxıb. Yoxa çıxmazdan bir neçə ay əvvəl qardaşı infarkt keçirib. Onun narkotik vasitələrdən istifadə etməsindən və vergi borclarına görə axtarışda olmasından xəbərsiz olub. Elvin Əliyevin baş mütəşəkkil cinayətkarlıqla mübarizə idarəsinin əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qalması şikayəti üzrə cinayət işinin başlanması 22 avqust 2022-ci il tarixli qərarla rədd edilib. Məhkəmə iclasında Elvin Əliyev və Ümidvar İbişov ittihamlar üzrə özlərini təqsirli bilməyiblər. Mənə o qədər də döyüldülər, saat 3-ə kimi. 3-dən sonra, gecə saat 3-ə kimi. Mən saat gecə 3-ə kimi ondan arabaqda 29-cu bölümünü, yasamanın 29-cu bölümünü. Orada saxlanıldı, səhər saat 11-də gələdilər, saat 11-də. Mən orada biraz, yəni çox yox, orada biraz şeyi, orada yox, baxarda bağımsın. Zərər çəkmiş şəxsin hüquqi varisi təqsirləndirilən şəxslərə ən ağır cəza verilməsini xahiş edib.
Məhkəmə nəticəyə gəlib ki, Elvin Əliyevin və Ümidvar İbişovun əməlləri Cinayət Məcəlləsinin 120.2.1-ci bir qrup şəxs tərəfindən qəsdən adam öldürmə, 120.2.3-cü zərərçəkmiş şəxsi ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar qəsdən öldürmə, 120.2.5-ci sifarişlə qəsdən adam öldürmə, 120.2.6-cı başqa cinayəti gizlətmə məqsədi ilə əlaqədar qəsdən adam öldürmə və 245-ci qəbir və ya meyit üzərində təhqir edici hərəkət maddələri ilə düzgün tövsif edilib. Bundan əlavə Elvin Əliyevə Cinayət Məcəlləsinin 178.2.1-ci və 2.4-cü dələduzluq bir qrup şəxs tərəfindən xeyli miqdarda ziyan vurmaqla törədildikdə maddələri ilə ittiham verilib. Odur ki, Əliyevə və İbişova həmin maddələrin sanksiyası həddində qanunla müəyyən edilmiş qaydada cəza təyin edilməlidir. 2024-cü il yanvarın 23-də Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə cəzalarını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkməklə Elvin Əliyev 17 il 9 ay və Ümidvar İbişov 17 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar.